Laylay doğranmış 400 qram toyuğun sinə ətinə 2 xörək qaşığı zeytun yağı, 3 xörək qaşığı soy və sos, çay qaşığı duz, yarım çay qaşığı istiot və 1 çay qaşığı pul biberi əlavə edib qarışdırıb, dinlənməsi üçün 2 saat soyuducuda saxlayıram. 150 qram kub-kub doğranmış çörəyin üzərinə damaq dadına görə duz, istiot, pul biber və 2 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırıb, qızarması üçün sobaya qoyuram. Əti zeytun yağında qızardıram. Hazırlayacağım qaba 200 qram doğranmış çahını, qızardılmış çörəyi, 400 qram çeri pomidoru və qızardılmış əti əlavə edirəm. Soyuq olmalıdır. Üzərinə hazırladığım sosu əlavə edib qarışdırıb, sunum edəcəyim qaba yığıram. Sonda isə üzərinə 4 ədəd doğranmış yumurta və 50 qram sürkəzdən keçirilmiş Holland pendiri əlavə edirəm.